Siz bizə nə eləyirsinizsə, hamısı balalarınızın başına gəlsin. Verilişə qonaq çağırırlar. Deyir ki, niyə bizim deyir, nədə onun adı? Efirlərimiz deyir, niyə bu müğənnilər hardan çıxır? Niyə bu vəziyyətdəyik biz? Bu kimin günahıdır? Baxırsan belə ki, o sualı verən aparıcı elə o günahkarlardan biridir. Siz çağırırsınız da efirlərə onları. Mənim heç biri ilə belə şəxsi qərəzliyim yoxdur. Mən sadəcə olaraq sənəti bərbad eləyən insanlar, yəni narahat eləyir, mənim qəlbimə toxunur, pisimə gəlir. Bizim Azərbaycan dilini məhv eləyən insanlar, bizim Azərbaycan milli mənəvi dəyərlərini məhv eləyən insanlar, kimliyimizi məhv eləyən insanlardır bu günlərim efirdə. Akşin Fatihin restoranında oxuyan bütün yəni qız müğənnilər baxırsan ki, həyat yolunu bir qırağa qoyuram. İncəsənət yolunda 5 dənə addım atmayıb bu adamlar. Adlara da baxsan heç bir bəlkə də özlərinin adı deyil. Biri damcıdır, biri nöqtədir, biri nə bilim vergüldür. İndi mən dəyişib adları deyirəm ki, yəni belə anlayasınız da nə gedir söhbət. Bu nə adlardır ya? Türk deyirlər. Türkiyədən yəni türklərdə oldu da bu. Türklərdə də deməyim daha belə Türkiyədə yaşayan insanlarda oldu bu. Xırda adlar. Can Bərkcan, nə bilim 4 can, 5 can. O qardaş, bizim öz adlarımız var, bizim öz bu insanlardır. Biz görməmişdilər. Özlərini ona buna oxşatmaq istəyirlər. Çünki özlərini həyatda tapmayıblar, bilmirlər kimdilər. Çünki cahildilər, savadsızdılar. Ümumiyyətlə Azərbaycan tarixi, türk tarixi maraqlansalar, nə bilim, bizim şəcərələrimiz hara gedir, çıxır, biz hardan gəlmişik, kimlərdənik, nəyi bilmirlər bunlar. Bilsələr, yəni bunların bir savadı olsa bununla bağlı, o bəlkə də hörmət eləyərlər. Yəni utanarlar efirə çıxmağa ki, ala biz o deyirik. Mən də bunları məktəbdə oxumamışam. Yəni indi deyəcəksiniz ki, bir çoxunuz deyəcəksiniz ki, bu şeydir, təhsildən irəli gəlir, savadsızlıqdan irəli gəlir. Qardaş, başınıza dönün. Mən də bunları məktəbdə oxumamışam. Mənim məktəbdə, mən bu günlərimdə müəllimə ürəyimdə deyirəm ki, Allah sənə başına daş salsın. Nə üçün? Ona görə ki, mənim məktəbdə müəlliməm deyirdi ki, indi məktəbdə bir balaca şuluq uşaq olmuşam, amma oxumuşam. Mən ədəbiyyatı, Azərbaycan dilini yaxşı oxumuşam. Mən məktəbdə müəlliməm ingilis dili müəlliməm. Misal üçün, mənə deyirdi ki, dərsimdə sakit otur, sənə 5 yazacağam. Mənim rübliyim 5 idi ingilis dilində, mən hırla zırqanmırdım amma ingilis dilində. Başa düşürsünüz, bizi beləcə kör eləyiblər məktəbdən. Gördüm hala da məktəbi qutardım, gördüm hala yox, bu bir işə yaramır bu məktəbi oxumaq. Başladım həyatda araşdırmağa, nə kitabları oxudum, nə öz kökümüzlə maraqlandım. Azərbaycan ümumiyyətlə Allaha and olsun məndə Azərbaycanın tarixi haqqında, Azərbaycanın tarixi, bilsiz hansıdan da, nə bilim, 7 arxa dönən deyirlər, yəni nəsil o tərəfə qədər. Yəni mənim şeyimdə, Google Drive-ımda bəlkə bir 15-20 dənə kitab var, PDF. Yəni 1000 vərəqlik, 500 vərəqlik, nə bilim. Demirəm, mən hamısını oxumuşam. Amma yəni zaman oxumalısan, qardaş. Sən sənət adamısansa, sən incəsənət adamısansa, ay xanım, ay erkek, sən bu televiziyadan, bu qutudan bir şeylər ötürürsən. Adını qoymusan mədəniyyət və incəsənət. Elədiyin işdə incəsənətdən əsər əlamət yoxdur. Gah oralarını, buralarını şişirdirlər, gah həclərindən danışırlar, gah nə bilim sponsorlarından danışırlar. Bunun harası incəsənətdir? Oxuduqları mahnılar göz qabağında dingiş mahnılar oxuyurlar. Yəni ancaq toya işləyirlər. Bunun heç bir yeri incəsənət deyil. Heç bir yeri. Sağa sola çöndər belə o tərəfinə, bu tərəfinə bax. Yəni burada incəsənətdən əsər əlamət yoxdur. İncəsənət bilirsiz hardadır? Onları əməliyyat edən həkimlərin işində. Həkimlər öz işlərini incə görüblər. İncəsənət onun orasındadır, burasındadır. Mədəniyyətə qalsa, mədəniyyət vəbşə yoxdur.
görürük də bu günlərim. Mən yenə deyirəm, heç kəsi təhqir eləmirəm, heç kəsi söymürəm. İstəyir bu Kəmalə Günəşli olsun, istəyir nə bilim başqaları olsun. İndi ən belə deyək də krupni tanınmışı Kəmalə Günəşlidir. Videolarına baxırsan, bu adamı xalq sevir. Bu adamı Azərbaycan xalqının qabağına çıxır və toylara da gedir, özü də normal də qiymətə gedir. Bu Azərbaycan xalqının qabağına çıxır. TikTokda, nə bilim Instagramda bir dənə girin bu adamın videolarına baxın. Videoların hamısı arxadan başlayır. Hanı mədəniyyət? Hardadır bu mədəniyyət? Bu mədəniyyət bunun harasındadır? Yəni hər şeyin rəssam da birinci sənətlə məşğuldur, nə bilim həkim də, nə bilim bu plastik əməliyyat deyirlər, elastik əməliyyat deyirlər, nə deyirlər. Yəni bunu eləyən həkim də bir incə sənətlə məşğuldur. Onlar öz işlərini yaxşı görürlər. Amma bizə bu efirlərdən göstərilən adamlar bunların harasındadır incə sənət? Deyirəm də, baxın, yəni valla mən hər dəfə misal çəkəndə, yəni belə elə bilərlər ki, mənim dostumdur, bacımdır, nə bilim xalam qızıdır. Allah and olsun, yəni mənim Əminə xanımla ümumiyyətlə heç bir tanışdığım yoxdur. Yəni necə tanışdığım yoxdur? Belə də ancaq internet üzərindən. Yəni belə qiyabi şəkildə. Adam sözün nə olduğunu çıxır danışır, nə bilim şeiriyyatın nə olduğunu danışır. Yəni hansı estrada müğənnisi çıxıb onun danışdığı kimi danışa bilər? Ümumiyyətlə müğənnilər bu gün hansı janrda oxuduqlarını bilmirlər. Pop estrada müğənnisidir. Çıxır alternativ hip-hop eləyir. Əslində alternativ hip-hopla nə bilim soul, R&B falan qarışdırıb oxuyur. Elə bilir şeydir, popdur. Çox savadsız, cahil, aparıcı deyir ki, bəs niyə bizim bu sahələr bu gündədir? Niyə bu insanlar bəs tanınır? Siz tanıdırsınız da bunları. Siz zaurlar tanıdır bunları, nə bilim, obrislər, yəni obrislər deyəndə elə zaurdur da hamısı. Zaurlar tanıdır, nə bilim, Tolikin verilişinə misal üçün Akşının restoranında nə qədər oxuyan var, hamısını gətirib çıxardıb ora. Sonra da başlayırlar tənqid eləməyə. Qardaş, bunları siz özünüz eləyirsiniz də, siz çıxardırsınız, sonra başlayırsınız tənqid eləməyə. Xalqın da böyük əksəriyyəti cahil olduğundan, yəni bu heç kəs təhqir kimi anlamasın. Xalqın böyük əksəriyyəti cahil olduğundan, qardaş, mən də cahiləm. Mənə də məktəbdə öyrətməyiblər. Mənə də məktəbdə, yəni dərs sizə necə keçilibsə, deyirsiniz təhsildədir problem, nədir? Sizə necə keçilibsə, qardaş, mənə də elə keçilib. Amma mən ədəbiyyatı, Azərbaycan dilini çalışmışam ki, yəni oxuyum. Çünki mən məktəb vaxtından musiqini, incə sənəti, şeiriyyatı sevmişəm və sevdiyim üçün də sevdiyim müəllim bunu mənə keçmirsə, bu o demək deyil ki, mən ədəbiyyatı oxumamalıyam. Və bir dənə mövzudan bir dənə kənar bir şey deyim, yəni bu ilə də bu söhbəti bitirək. Təsəvvür eləyin, mən elə buradan deyəcəyim birbaşa müşviqabatda mən sonuncu elə bir o şeydə, o atistat deyirlər, nə deyirlər də, qarşı bir işə də yaramırdı. Mən onu itirmişdim. Getdim sonuncu misal üçün buraxılış ilimi mən orada oxumuşdum deyə. 274-dür, nədir bilmirəm. Mən orada oxumuşdum deyə mənə lazım idi o atistat lazım idi mənə ki, bir sənət düzəldirdim, onun üçün lazım idi də, belə uzun sözün qısası. Getdim ki, mən bunu itirmişəm. Bir də arxivə baxın, yəni mənə bunu bərpa eləməyə lazımdır. Mən də məktəbi nə vaxt qutarmışam, amma bir 20 il var da, yəni keçib də, tapa bilmədilər. Nəsə bir neçə gün məni sürüdülər ora, bura, get gəl, yoxdur burada. Deyirəm, nətər yoxdur, mən burada oxumuşam, mən buradan bitirmişəm, mənə o atistatı vermişsiniz siz. İtirmişəm, arxivdə olmalıdır, mən onu bərpa eləyin. Təhsil Nazirliyinə yazım, neyniyim? Bir məbləğ müqabilində mənə onu verdilər. Və dedilər ki, məsəl üçün 3 gün sonra gəlib götürərsən. 1-2-3 gün sonra mən getmədim, yəni xalam oğlunu göndərdim, o orada qalırdı. Dedim, get götür gəl, yəni zəng vurdum, dedim ki, mənim xalam oğlu gələcək, götürəcək onu. Getdi, götürdük, gəldi.
Açıram atstatı, hamısı 3. Hamısını 3 yazıblar. Ala mənim başım xarab olmasın, neynəsin? Mən yığdım məktəbə ki, siz neynirsiniz? 3 nədir? Mənim rübliyimdə 3 olmayıb, yəni. Yəni 3 olubsa da ingilis dilində zətdə olub. O da dediyim kimi müəlliməm, yəni sağ olsun. İndi bilmirəm, ölüb, qalıb. Mənə deyirdi ki, sakit otur, sənə 5 yazacağam. Mənim ədəbiyyatım, Azərbaycan dilim, rus dilim, nə bilim, digər musiqi, riyaziyyatdan falan misal üçün 4 ola bilər, 4 çıx ola bilər. Həndəsədən ola bilər. Coğrafiya, biologiya, bunlar məndə hamısı 4-5 olub. Mənə götürdü atestat veriblər kişi uşaqları. Hamısı 3. Allaha and olsun, heç o görəcəyim işi görmədim də, yəni. Utandım o atestatı aparıb ora verməyə. Çünki mən bir şəxsiyyətəm. Məni orada tanıyırlar. Yəni mən bir incəsənət adamı kimi də tanıyırlar məni. Başa düşürsüz? Yəni mən o atestatı mən aparıb verəmədim. Heç nədir. Tüpürdüm üstünə qoydum evə. Allahın olsa heç bilməm indi hardadır. Yəni məsələ cahiliyyət, cəhalət, nə bilim savadsızlıq zad. Yəni bu təhsillə okey, təhsildə hamı da, yəni belədir. Amma televiziyadan insanların evinə gələn adamlar, girən adamlar, incəsənət adamları, mədəniyyət sahəsinin adamları məcburdular. Borclusuz. Sizin boynunuzun borcudur özünüzü adam kimi aparasınız. Efirə elə geyinib çıxırlar, biri bir-birinin hacısından danışır, telefonundan, sponsorundan danışır. Qardaş, siz nə vaxtsa bizə incəsənətdən danışacaqsınızmı? Bizim Azərbaycan mədəniyyətindən, nə bilim, şeiriyyatından, nə bilim, kökündən, tarixindən. Siz bizə nə vaxtsa nəsə öyrədəcəksiniz ümumiyyətlə. Gah kiminsə arvadı başqasından uşaq doğur, onu göstərirsiniz. Gah nə bilim, hansısa çıxır deyir ki, mən nə bilim də, yaxşı eləyib yeyib, xəyanət eləmişəm. Qardaş, Mədəniyyət Nazirliyi, başınıza dönərəmsin, siz hara baxırsınız? Biz TikTokda zatda çıxıb bir dənə ağzımızdan söyüş çıxanda 30 sutka basırsınız, gedirik. Adam çıxır efirdə, genel izləyici saatında milyonlarla 10 milyon Azərbaycanın qabağında çıxır deyir ki, xəyanət eləmişəm, yaxşı eləmişəm, ürəyim rahatlaşıb. Siz hara baxırsınız? And ola Allaha deyirəm, mən bilmirəm, siz bəzi insanlar yəni baxır, qaqaş zor danışır, Allah zat ləzzət eləyir, zat halaldır sənə belə deyir. And ola Allaha, mən mənəvi olaraq mənə pis təsir eləyir bu şeylər. Mən otururam, misal üçün, mən televiziyaya baxmıram ümumiyyətlə, çünki iyrənc vəziyyətdədir. Evdə oturanda çörək yeməyə, indi qonaq otağında oturursan, evdə süfrə düzəldirlər, yemək yiyirsən, orada da televiziyada qoyublar, yandırıblar, hansısa bu dıydıq verilişlər gedir. Mən götürürəm pultu əlimə, heyvanlar aləmi falan tapıram oradan bir şey. Yəni, nə bilim, dünya, dəniz, sualtı, nə bilim, heyvanlar, Allahın olsun, otururam, ona baxıram ancaq. Heyvanlar aləmi bizim televiziyada olan incəsənət və mədəniyyət sahəsindən qat-qat level üzrə, mərtəbə üzrə, rang üzrə üstədir. Nəsə öyrənirəm. Bunlara baxıb nə öyrənəcəksən, sən? Mən yanıq adam mən bunun dalına baxım, sinəsinə baxım, dodağına baxım. Və yaxud bu milləti yanıq sayırlar bunlar. And ola Allaha, sadəcə millətin dərdi öz başına qarışıb, başı öz dərdinə qarışıb deyə. Vallahi deyirəm, biz bu millət deyilik. Bizim qeyrətimiz var, bizim mənliyimiz, mərdliyimiz var. Bizim bir kökümüzə baxın, bizim bir tariximizə baxın. Kişilərimiz olub bizim qadınlarımız olub, bizim bir şəcərəmiz, kökümüz var. Bunlar kimdilər, bunlar hardan gəliblər, haranın qarışığıdırlar bunlar. Aparıcılar. Bilmirəm, bunlar rüşvət verirlər, neynirlər, bunların efirləri niyə bağlanmır, yəni bunların yayımları niyə dayandırılmır, bu televiziya rəhbərləri bunlara ümumiyyətlə demir ki, siz bunları kimdə çağırırsınız bura. Çünki sabah mənim də başım ağrıyacaq bu danışdığım şeylərə görə. Mən bilirəm onlar ora necə çıxırlar, kimin həcisi kimdir, kimin verilişinə kim necə çıxır. Reyting xətrinə siz aparıcılar
Reytinq xətrinə, reytinqi normal sənətçilərdən də, normal incəsənət adamlarından da qazanmaq olar. Ancaq reytinqi bilirsiniz necə ağzı sulu, siz elə bilirsiniz ki, bu millət belə elə tupoydu, nə versəz yeyəcək, belə ağzını ayırıb baxacaq, onun dalına, bunun sinəsinə. Vallahi adam bilmir dərdini kimə desin. Kim qulaq asır, kim baxır bizə, kim kömək eləyə bilər bizə və dövlət qurumlarından. Allah'a and olsun adam dərdini bilmir kimə desin. Mədəniyyət və İncəsənət Nazirliyidir. Danışırsan, heç nə, baxan yox. Baxın, mən danışmağımı qoy bir qırağa, tulla mənim danışığımı bir qırağa. Yəni, mən inanmıram ki, onlar bunu görmürlər. Hamı hər şeyi yaxşı görür. Sənətçi, incəsənət adamı, müğənni kimi çağırdığınız adamlara siz əgər sənətçi deyirsinizsə, sizin ümumiyyətlə jurnalistikadan xəbəriniz yoxdur, sizin aparıcılıqdan xəbəriniz yoxdur, sizin televiziyadan, mədəniyyət sayəsindən xəbəriniz yoxdur. Siz bir mədəniyyətin, siz bir millətin kökünü, mənliyini, milli mənəvi dəyərlərini aşağılayırsınız, zülm eləyirsiniz xalqa. Yəni bu xalqın haqqına girirsiniz, bu insanların haqqına girirsiniz. Mən sənətçilər tanıyıram ki, depressiyadan artıq adamın başı gedir. Adamın elə adını çəkdiyimiz insanlar var da, misal üçün keçən gün Aygün bəylərdən danışırdıq. Adamın başını apardılar. Yəni kimə dəyər verirsiniz siz? Kimdir bunlar efirlərdə? Bir oturun özünüzü sorğulayın, bu aparıcılara deyirəm. Bir damcıya mən bilirəm ki, yəni o qədər şərəfsiz ola bilməzsiniz də siz. Yəni o qədər ola bilməzsiniz, çünki Azərbaycanlıyıq. Bizim başqa daxilimizdə başqa bir şey yatır, başqa bir od yatır, başqa bir alov yatır. Bu qədər də olsa qalıb da içimizdə, bu qədər də olsa vicdan qalıb. Bir dənə oturun, düşünün ki, bax sənin ay aparıcı, sənin övladın o televiziyaya çağırdığın qonaqlara, dırnaq arası incəsənət sahəsinin nümayəndələri, sənətçi, müğənni dediyin adamlara bənzəməyini istəyərsən, şərəfin və kişiliyin olsun. Ayıb olsun sizə.